Salam, hər vaxtınız xeyir olsun sevgili tamaşaçılar. Eşitdiklərim, oxuduqlarım, bildiklərimdən belə yəqin elədim ki, bu həyatda, bu dünyada ən mənalı söz biz, ən mənasız söz isə məndir. Sinəsinə döyüb çox mən deyən insanların içini, iş dünyasını, ətrafını boş gördük. Çox mən deyən insanların Tanrı dərgahında bir ovuc külə döndüyünü gördük. Ariflər Sultanı Həzrət-i Mövlanə hədislərinin birində yazırdı. Birisi gəldi öz dostunun qapısını döydü. İçəridən dostu, ey güvəndiyin kimsə, kimsən deyə içəridən səsləndi. Mənəm deyə dostu cavab verdi. Mənəm sözünü eşidən içəridəki dostu cavab verdi. Sənin hələ içəri girmək vaxtın çatmayıb. Çıx get. Hələ kamilləşməmsən. Hələ yetkinləşməmsən. Qapını döyən kimsə kör peşiman geri döndü. Dostunun xiffətinə, həsrətinə dözə bilməyib gecə-gündüz yollarda qaldı. Min əndişə ilə günlərin bir günü dostunun ünvanına yenə üz tutdu. Qapını döydü. Çox ehmallıca və yavaşca döydü. Çox fikir eylədi ki, mən necə edim ki, könül dostum mənə qapını açsın. Və bu zaman ehmallıca qapını döyərkən içəridən yenə səs gəldi. Qapını döyən kimdir? Ey könlümü almış kimsə, qapını döyən elə sənin özünsən. Sənsən dedi. Dostu bu cavabdan ürək açıqlığı ilə ayağa durub qapını açdı. Madam ki sən mənsən, ey mən olan mən, buyur gir içəri. Bir halda ki sevən sevdiyi ilə eyni halda həmhal olur. Bir mən, o biri məndə birləşib bir sən yaradır. Deməli, o bizlərdəndir, bizim birimizdir. Bugün bizim duyğularımızla həmhal olan, eyni duyğunun, eyni könlün, eyni ruhun sahibi, bir könül sahibimiz, xoş ovqatın, könül dünyasının qapısını döydü. Və biz də könül açıqlığı ilə o dostu qəbul elədik. Elə bizlərdən biri, sevimli müğənnimiz Eldar Ələkbərov. Eldar Ələkbərovun bambaşqa bir dünyası var. Eldar Ələkbərovun bambaşqa bir duyğusu var. Mən bugün qərara aldım ki, sevgili tamaşaçılar, sizlərə Eldar Ələkbərovun bir tali nağılını, bir könül nağılını, bir ruh nağılını çatdırım. Elə isə bizim nağıla qonaq olun. Gəl bir nağıl quraşdıraq. Girək nağıllar içinə, daha sığmır ömrüm günüm, ürək nağıllar içinə. Bu dünya bizə yar deyil, gəl uçaq göydən o yana, bəlkə bir bayatı çağıraq, bu zalım fələk o yana. Səni görmək bir arzudur, sənsiz yaşamaq həqiqət, mən elə bir aşiqəm ki, ey nə şəriət, nə mərifət. Gəl ey mənim ilkim, sonum, gəl ölüb yoxa varmamış, gəl içimdə nalə çəkən, bu ürəyim sinə yarmamış, bu ürəyim yaxa yarmamış, gəl bir nağıl quraşdıraq. Girək nağıllar içinə, daha sığmır ömrüm günüm, ürək nağıllar içinə, ürək nağıllar içinə. Eldar Ələkbərovun tali nağılına, ömür gün nağılına. Xoş gəlmişsiniz sevgili tamaşaçılar. Sizləri də və bu nağılın qəhrəmanını da. Xoşca gördük sizi. Sabahınız xeyir olsun, Çiçək xanım, əziz dostlarım, Kəmandar müəllim,
Elşən qardaşım, Elman, bütün ansamblı salamlayıram və Türkiyel TV kanalına təşəkkür edirəm rəhbərliyindən tutmuş bütün əməkdaşlarına və bizi seyr edən bütün tamaşaçıların sabahı xeyir olsun deyirəm. Çiçək bacım, valla bilirsiniz, insan biraz duyğulanar saat 5-dən, 6-dan, 7-dən sonra, amma səhər-səhər bu ovqata kökləmək, şəxsən mən səmimi deyirəm, gözləmirdim bu kökə köklənəm. Onsuz da bilirsiniz, bu danışıq söz üçündür. Hər kəsi qəlbləri bilən ulu tanrımdır. Onsuz da mən elmə, obama çox bağlıyam. Hərdən gəlirəm, deyirəm, kimdən danışım, nətər danışım. Elə olur, dostları narahat eləmək istəmirəm. Bax, belə olur bu əhval-ruhiyyəm. Sən demə mənə, elə sizlər lazımsız darxanda. Sizlərlə ürəyimi boşaltmaq lazımdır. Ürəyimdə olan milyonlarla, minlərlə sözlərin birini deyirəm ki, siz sağ olun, sizlər var olun. Bəli, insan nə qədər Allaha yaxın olsa, nə qədər elin obasına yaxın olsa, anasını sevsə, o qədər vətənini sevər. O qədər bu dünyanın nə olduğunu dərk eləyər. Vallahi o qədər köklədiniz məni, heç bilmirəm, hardan danışım, nə başlayım, nə deyim. Bir daha tamaşaçılarımıza demək istəyirəm ki, sabahınız xeyir olsun. Çox şadam ki, bugün mən elimlə, obamlanam, bu dəyərli torpağımın insanlarınlanam. Hər kəsin evində qonağım. Çox təşəkkür edirik və biz də özümüzdə bir qürur duyuruq ki, bugün Eldar Ələkbərov elə bizlərin sırasındadır. Elə deyilmi Kəmanda? Bəli, bəli. Çox. Buyurun, ürək sözünüz nədirsə? Mən də bütün tamaşaçılara sabahınız xeyir olsun deyirəm. Bu verilişi başlayarkən sizə diqqətlə qulaq asdım, Çiçək xanım. Elə bir ruha köklədiniz artıq Eldar müəllimi də, elə mənim özümü də. Bugün doğrudan mən elə bilirəm ki, qəlbimizin, o dərin, ürəyimizin dərin güşələrində saxladığımız o köyrək misraları, o xoş sözləri tamaşaçılara çatdırmaq arzusuna düşdük. Ümumiyyətlə, insanın daxili dünyasını görmək o hər bir insanın qabiliyyəti deyil. Yəni, mən elə hesab edirəm ki, siz Eldar bəy haqqında verilişi başlayarkən, bax bu ruhda ki başladınız, Eldar bəyin könül dünyasından tanışsınız, onun daxili dünyasından tanışsınız, onun musiqi dünyasından tanışsınız, onun bütün musiqisi, onun bütün həzinliyi, köyrəkliyi bu kəlmələrdə ifadə olundu. Mənə elə gəlir ki, bu da bir veriş aparan kimi sizin bacarığınızdır. Mən elə hesab edirəm ki, Eldar bəyin bugün bizim fəxri qonağımızın o dünyasıyla tamaşaçılar bugün tanış olduqca, onsuz da tanıyırlar. Yəni Eldar bəy Gəncəbasar oldu, yəni Eldar bəy bizim elə oğlumuzdur. Onun sənətini sevirlər və elə hesab edirəm, bugün qulaq asdıqca bir daha da bax bu ilk nağıl dünyasından tanış olurlar. Və mən arzu edirəm ki, mən ola bilər paytaxtda olan aparıcılı dostlarımın qulağına çatar, qoy çatsın. Mən həmişə səmimiyyəti xoşlayıram və düzgün çalışıram, danışım. Nə olardı? Orada da biraz Çiçək bacımla biraz olardı, belə kökləyərdi. Kökləyəndən sonra mənə elə gəlir, insan pis oxuya bilməz. Nə var ki oxumağa, hə? Nə var? Səni doğanla Şair Əli deyirdi ki, səni doğanla 100 doğaydı. Kaş bircəcik də bizə qismət olaydı, deyir Eldar bəy. Yəni, neyniyə ki, ondan cəmsi bir dənə. Mən dedim da, keçən dəfə bacımla danışan, dedim o İncə dərəsinə getmək istəyirəm, oranı ziyarət eləmək istəyirəm. Görüm o nə boyda müqəddəs torpaqda, orada nə qədər maşallah dahilər, İnşallah. Duyğulu insanlar. İnşallah. İncə dərəsi demişkən elə qoy mən tamaşaçılar məqamdır bir anonsu, bir xəbəri də çatdırım ki, bəli sevgili tamaşaçılar, Xoşovqat özünün tamaşaçıları ilə canlı bir verilişini mayayının 12-sində tamaşaçıların əhatəsində elə Qazağın İncə dərəsində keçirəcək. Əl ayağı, yer tutan kimlər istəyirsə o məclisə dəvət eləyirik. O cümlədən bizim bu məhterəm qardaşlarımız da orada olacaqlar və çox dəyərli qonaqlarımız var. Xoşovqatın bir canlı verilişini məhz mayayının 12-sində İncə dərəsində bütün yaradıcı heyətimizlə Arayərsəyə gətirəcəyik. Tanrının izni ilə inşallah. Eldarın könül dünyasından və o duyğularından, o həzinliyindən, o lirikasından... Elə duyğulandırdınız ki, mən istəyirdim açılışa bir şən musiqi ilə başlayam, amma yox. İstəyirəm Azərbaycanımızın anası olan, mənim anam olan, mənim anam olan Şəfiqə xanım Axındovadan Gözlərimin ışığı sənsən. Hər zaman
gözlərimizin işığı olaq bir-birimizə. İnşallah. İstəyirəm o mahnını ifa Gözəl edəyəm. bir musiqimiz Tamaşaçılarımız üçün, sizlər üçün. Buyurun. Buyurun. Gözəl, gözəl. Sevmişəm əzəlimin ilk aşıqı sənsən. Gel mehriban qədəmlə gedək, gözlərimin ışığı sənsən. Gözlərimin ışığı sənsən. Gel mehriban qədəmlə gedək, gözlərimin ışığı sənsən. Gözlərimin ışığı sənsən. Akşayamızın ətiri sənsən. Ay sevgilim, bu hicran nədir? Gel sevgilim, özünü yetir. Gözlərimin ışığı sənsən. Gözlərimin ışığı sənsən. Gel sevgilim, özünü yetir. Gözlərimin ışığı sənsən. Gözlərimin ışığı sənsən. Gözlərimin ışığı sənsən. Gözlərimin ışığı sənsən. Kırılan yayan kalemim, yanan kitabım. Kırılan yayan kalemim, yanan kitabım. Yazısı sarılmış varağım sensen. Dağlayan hasarın, atılan kapın. Gözümdə qaralan çırağım sənsən. Sinəmdə qövredir qopan tufanıyım. Sinəmdə qövredir qopan tufanım. Üşüyen yüreğim alışan canım. Alovdan qovrulan yazıq aranım. Dumandan ağlayan yaylağım sensən. Sensən.
Möhneyet dalga dalga gəm axın axın Möhneyet dalga dalga gəm axın axın Hüseyin Arif'in gününe ayna bakın Könlüme hayatta yakından yakın Ömrüme uzakta uzağım sen Ömrüme uzaktan uzağım sen Ömrüme uzaktan uzağım sen Geceler yuxusuz doymusan beni Öyrənə bilmədim ürək sirrini Geceler yuxusuz doymusan beni Öyrənə bilmədim ürək sirrini Unutmaq çətindir gözəlim səni Unutmaq çətindir gözəlim səni Gel gizletme benden sen öz sirrini Sevirem sevirem temiz eşkini Gel gizletme benden sen öz sirrini Sevirem sevirem temiz eşkini Alıram ince sesinden Ləpləri oxşayan xoş nəfəsindən Mən ilham alıram ince sesindən Ləpləri oxşayan şux nəfəsindən Sevgilim öləysən yoxsa nəsən sən Sevgilim öləysən yoxsa nəsən sən Kalbimin evinden şahlık edirsen 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 Güzel, çok sağ ol Eldar, çok sağ ol. Eldar, ben biraz ses özüme qayıdır ona göre. Belə fikirləşirəm ki, Azərbaycanımızda, bu regionumuzda bəlkə sənin qədər elinə, obasına, xalqına, millətinə, cəmaatına bağlı olan ikinci bir sənətkar az olar. Bu qədər sevgi ilə, bu qədər məhəbbətlə uçub gəlirsən, yəni bu bölgənin adını çəkəndə və bir verilişin, bir mərasimin, bir şənliyin adını çəkəndə Eldar Tanrıdan bir qanat da az qalır, ala ki uça-uça gəlsin bu elə obaya. Çiçək xanım, mən bir dənə söz demək istəyirəm bu barədə. Siz söylədiniz, yəni Eldar bəy üzr istəyirəm. O genetik xüsusiyyətidir insanın. Yəni hər bir insanda belə deyil. Yəni mən elə hesab edirəm ki, bu elə bağlılıq, yurda bağlılıq o hər bir kəsdə yoxdur. Rəhmətli Rasim Kərim deyirdi, sinəsindən söz almışam, ocağından köz almışam. Öz elimlə ucalmışam, öz elimə bağlayam mən. Qayğısıyla ucalmışam, öz elimə bağlayam mən. O qayğısıyla, o elin daşıyla, ağacıyla, suyunla, çörəyinlə böyüyən adam elə bağlı olmalıdır. Eldar bəydə bu xüsusi bir cəhətidir, onun ən sevdirən cəhətidir. Eldarda bu hisslər daha güclüdür. Bilirsiniz, mən çox sevindirəm ki, təbii mənim Çiçək bacım şairəmizdir və sevilən şairəmizdir və bilirsiniz,
özü məndən 5 betər çox duyğulu, çox kövrək başqa bir ruhun adamıdır. Amma istəyərdim sizdə bir neçə sənəti olsun. Bunu da çox istəyərdim ki, şairə kimi, aparıcı kimi. Çünki siz olmasanız biz kimin yanına belə ürəklə, təbii, səmimi gələ bilərik və bu ürəyimdən bir arzu kimi keçdi ki, kaş siz həkim olardınız. Həkim olardınız. Bu duyğu ilə, bu hisslərlə neçə insanlara uzun müddət can sağlığı bəxş edərdiniz. Çox istəyərdim bir həkim kimi görəydim sizi. Doğrudan deyirəm. Mən elə bu sənətimlə həkimlərdən çox o da olar, amma mən bu bilirsiniz Şeyx xanım, Ovqat bəxş eləməklə. bu sözün sualın üstündə çox dayanmaq istəmirəm. Bu çox uzun və dərin bir məsələdir. Hüseyn, Allah bütün şairlərimizə, dünyadan köçən dahi şairlərimizə rəhmət eləsin. Hüseyn Arifin bir misrasıyla mən bir söz demək istəyirəm. Bir cavab vermək istəyirəm. Hüseyn Arif deyir ki, mənlər, bağlar arasında cığırla izlə, məktəbə getdiyim günlər olaydı. Sıxıla bir qara gözlə, o söhbət etdiyim günlər olaydı. Fikir haralarda gəzdirir məni, hər kəsin ilk yurdu, əzəl məskəni. Qazaxdan keçəndə dağ kəsə məni, Tovuzdan keçəndə gözəl Akstafamızı, yel kimi ötdüyüm günlər olaydı. Hüseyn Arif nələri gətirir yada, gözümün ışığı Akstafada, Yenicə 14'ü qoyub arxada, 15'e keçdiyim günlər olaydım. Elə gün olmaz ki, təbiidir, bu bir fikirdir, bir arzudur. Elə gün olmaz ki, elə bir an olmaz ki, hər dəqiqə o uşaqlıq, o dəcəl uşaqlığım olub mənim. Efir vasitəsilə hərdən müəllimlərimdən də üzr istəyirəm ki, haqlarını halal eləsinlər. O qədər dəcəl olmuşam, təsəvvür eləmədiyiniz qədər. Ayna qırmışam məktəbdə, tez çıxmışam dərsdən, gec gəlmişəm. Amma bugün inanıram ki, bütün müəllimlərim artıq mənim o narahatçılıqlarım hamısını bağışlayıblar. Və o gördüyüm o dəyərsiz o əməlləri hamısının üstündən o günahlarımdan keçiblər. Təbii sizinlə bir qürur da duyurlar, mən belə fikirləşirəm müəllimləriniz. Və əgər telefon xəttində tamaşaçımız varsa qəbul eləyək. Dedilər, zəng var. Alo. Bəli, bəli. Mən qulaqçığımı nizamlayın, xahiş edirəm. Bəli, bəli. Qazaxdan sizi Aşıq Camoy narahat edir. Hə, Aşıq Camoy, necəsiniz? Nə var, nə yox? Çox sağ olun. Çox sağ olun. Səhhətimdə nə qədər problemlər olsa da, bu əziz qardaşları görəndə bunları təbrik eləməmək olmaz. Çiçək xanım, mən Eldar qardaşımı, Çamandarı öpürəm, bağrıma basıram. Onlar var olsunlar. Təşəkkür edirəm. Çox sağ olun, Aşıq Camoy. Eldar ümumiyyətlə bizim bölgəmizin ən fəxri balasıdır. Böyük filosof Aristotel'in belə bir sözü var. Deyir, ağıl başqadır, istedad başqa. Hər ikisi bir insanda cəmləşir, başqa aləm olur. Bax, Eldar o insanlardandır. Eldarın və Kamandarın bu Elobya bağlılığı da o saza bağlıdır. Çünki Eldarın dayısı mənim dostum, qardaşım, üstadımız Aşıq Məqsəddir. Kamandarın o Göyçay Ələskərin, mənim aksaqqalım, Çopur Ələskərin oldu. Saza bağlılıq, sözə bağlılıq, həməsə Elobya bağlılıq deməkdir. Bir də onu demək istərdim ki, mən dönə-dönə özü istəyirəm. Həm ictimai televiziyada, həm ASTV-də ovqat, sovqat gedəndən sonra bu xoş ovqata baxmaq, doğrudan Çiçək xanım, bu sizin böyük qabiliyyətiniz ki, o verilişlərin arxasından biz bunu çox gözəl dinləyirik. Eşq olsun sizə Çiçək xanım, siz mənim əziz bacımsınız, öpürəm sizi və bu xoş ovqatın səhifəsində ən qızıl xəttlərlə yazılan bugünkü qonaqlarınızdır və orada oturan ansamblı, bütün işçi heyətinizi öpürəm. Sağ olun. Mən nə qədər Eldarı gördüm, Kamandarı gördüm, bir qədər yaşamağa gümanım artdı. Çox sağ olun, sağ olun. Çox təşəkkür edirik Aşıq Camoy zənginiz üçün və sizə Tanrıdan şəfa diləyirik, arzu edirik ki, səhhətiniz yaxşılarsın və tezliklə biz sizlərlə bu efirdə görüşə bilək. İnanıram ki, bugünkü verilişimiz də azca da olsa sizə bir məlhəm edəcək. Yəqin ki, Eldarın ifaları və Kamandardan gələn şeirlər. Mən Aşıq Camonu, ustadımızı salamlayıram, çox sağ olsun.
Aşıq Camı sevimlimizdir, əzizimizdir, ağsaqqalımızdır. Onun ağrımağa ixtiyarı yoxdur. Biz Xaqanın qabiliyyətimizlə, qanacağımızla inşallah öz məlhəmətimizi əsirgəmərik. İnşallah. Təşəkkür edirəm, Eldar, Aşıq siz Camı. nə qədər sağ bu olun. elə obaya, bu yurda bağlısınız və belə uça-uça sevgilərlə gəlirsiniz. Mən inandırım ki, yəqin özü də bilir bunu. Bəlkə də biraz təvazökarlıq eləyir Eldarı. O dərəcədə də bu bölgənin cəmaatı sevir. O dərəcədə də o sevgilər qarşılıqlıdır. Bax, cəmaat, el, oba sizi bax o sevgilərlə gözləyir, hər yerdə o sevgilərlə qarşılayır. Eldar bəy, mənə elə gəlir Aşıq Camı, Allah can sağlıq versin. Elə bir ruha köklədi indi yenə bizi, elə səsinlə bəs eləyir. Çünki sənətkarın səsini gələndə istər-istər adam Bir qəhrəmanlıq havası oxumaq istəyir, hə? yox, bir aşıq havası ruhuna köklənir. Mən Eldar bəy belə gözəl həzin musiqilərlə yanaşı, klassik musiqilərimizlə yanaşı, həm də bax bu yurda bağlılığı ilə ondan sübut eləyir ki, həmişə saza bağlı bir insandır. Onu çox gözəl söylədi Aşıq Camı. Bəli, Eldarın ruhu saza Bu da bağladığına qandan gəlir, görə. candan gəlir, söhbət yoxdur bayaq. Onu da Eldardan, hə, Eldar. İstəyirəm, bu günləri ümumiyyətcə doğrudan deyirəm, onsuz da içimdə həmişə kövələrəm, həmişə ağlayıram, duyğulanıram. Amma bugün istəyirəm, nə qədər istəyirəm üstündən keçəm, çalışdığım qədər keçəm. Və bütün, bilirsiniz, mən sizə 100 dəfə, 1000 dəfələrini təşəkkür edirəm ki, siz hardasa mənim dünyamla xəbərdarsınız. Amma inanın səmimiyyətimə, mən sizin qardaşınızam. Yaxşı ki, siz mənim bu dünyamdan bəlkə də 50% tanış deyilsiniz, 30% tanış deyilsiniz. Amma bir Eldar olaraq səmimi deyirəm. Amma bilmirəm nədəndir, yəqin o qandan gəlir. Təsəvvür eləmədiyiniz qədər bağlıyam. Mən hər yerdə darxıram. Hər yerdə. Mənim Bakıda nəyim olsun, nəyim olsun fərq etməz. Rasiya hər şeydə olsun, olmasın fərq etməz. Darxıram. Amma ki, yaxınlaşıram Gəncənin qoşa qapısına. Girəndə artıq o hisslər üzə deyə bilmirəm. Kövrəlir Eldar. O dəqiqə kövrəlir. Mən bilirəm ki, mən elə tamaşaçılara ona görə dedim ki, biz Eldarın bugün kövrək, həzin, könül nağılının qonağı olacaq. Və istəyirəm qəhrəmanı elə Camı aşığımız, əzizimiz köklədi. İstəyirəm Kəmandar qardaşım zəhmət olmasa sazı götürün və elə bu elin obanın ruhu olan, dəyərli olan qəhrəmanı bir aşıq musiqisini istəyirəm. Qəhrəmanı gəlsin. Bəli, bəli, buyursun.
keçib gedir, baxsan Allaha. Ömür keçib gedir, of, baxsan Allaha. Ay gülüm, 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 şirin dilim. Sen görən sücayət deyiləm daha. Sen görən sücayət deyiləm daha. Dərd dağa dönübdür, çəkə bilmirəm. Dərd dağa dönübdür, of, çəkə bilmirəm. Ay balay, 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 balam. Ay gülüm, 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 şirin dilim. Ay balay, 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 balama. Ay gülüm, 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 şirin dilim. Yericə Eşq olsun, eşq olsun. Var ol Eldar, var ol. Kamandar Yunus İmre Təşəkkür deyirdi. edirəm Kamandar müəllim. Sağ olun, sağ olun. Təşəkkür edirəm. Bəli, bu gözəl müşayiət üçün, bu gözəl ifa üçün. Oğuz ansamblı Oğuz bəli. ansamblı hər zaman mənim əziyyətimi çəkirlər. Bir neçə yeri gəlmişkən deyin Çiçək xanım. Bir neçə artıq Mikrofona zəhmət artıq səhv eləmirəmsə 5 ya 6 aşıq mahnıları Bəli, bəli. yazdırmışıq lentdə və elə fürsətdən istifadə edib sizlərə təşəkkür edirəm ki, məni Azərbaycanda bir aşıq mahnısını az-çox oxuyan kimi də sevdirdiniz. Onun üçün sizin əziyyətiniz olub mənə. Sizlərə təşəkkür edirəm. Çox sağ olun. Eldar Bey, bu sizin Minnətdaram. özünüzün yani saza olan sevginizdəndir ki, yani siz bax o albomlarınızda, Bəli. disklərinizdə aşıq musiqisinə də yer verdiniz. Açığı hər müğənni belə eləməz Çiçək xanım. Mən Eldar Bey'e buna görə minnətdaram ki, o heç vaxt ayrılmadı yani özünün kökündən. Mən həmən o kəndçi balasıyam ki, havadan duyuram ilin fəslini. Özüm də bu sayaq qalasıyam ki, sonra deməsinlər danıb nəsilini. Yəni özü həmişə bu sayaq qalıb. Özü həmişə sazla ona sözlə görə bu vurğun qədər qalıb. sevir. Yeri gəlmişkən Çiçək bacım, mən Aha. sizlərə istəyirəm, tamaşaçılarımıza deyim. Mənim sonuncu diskimdir, MP3. Burada artıq 37 mahnı var. Ay Və maşallah. bu 37 mahnının içində artıq 6 dənə aşıq musiqisi Bəli, var. bəli. Mənim Nə yeni gözəl. mahnılarım var, xəbərim yoxdur adıyla. Bunu mən sizin studiyaya hədiyyə eləyirəm. Çox sağ İnşallah olun. tamaşaçılarımız da Gəncə Basar torpağından, Bakıdan, Qazaxdan, Akstafadan harda istəsələr əldə eləyə bilərlər. Buyurun. Çox gözəl, Bunu sizə çox gözəl. deyirəm. Təbrik edirik. Və aşıq Uğurlu olsun. mahnılarımın hamısında bu ansambl ifa eləyir. Bu Əziyyətləri yenizə çıxmış çəkiblər. diskinizdir. Bəli, Bəli, bəli. Təbrik edirik. Çox Sonuncu sağ olun. diskim. Uğurlu olsun. Təşəkkür edirəm. Xəbərim yoxdur. Xəbərim yoxdur. Xəbərim yoxdur. Mahnılarınızın birinin ardından Bəli, yəqin bəli. ki. Bəs bu hal-hazırda gördüyünüz işlər nədir? Bu gələcək planlarınız nədir? İndiki planlarınız nədir? Az-az görünürsüz Eldar. Mən sizə Eldar deyə müraciət eləyəndə Gözəldir. səmimi Onun qəbul dəyəri edirsiniz. elə onda Eldar. Qoyun da acına bir ayaq da verin bu söhbətə. Bizim mənim o kitab təqdimatım dağda Göygöl rayonunda Hacı kənddə keçiriləndə Toğanada mən Eldarı oradan təqdim eləyirəm ki, bu elin obanı nəğməkar bülbülü Eldar Ələkbərov Surqutdan gəlib və bu mənim üçün çox böyük hədiyyədir. Tamaşaçılar elə bilir ki, Eldar da oradan da Surqutdan gəlib. Halbuki Eldar Bakıda yaşayır. Bunu Yox, mən həmin sizin tədbirə mən Surqutdan gəlmişdim. Çünki mən onu bilirdim. o tədbirlə bağlı gəlmişdim. Mən bir ay sonra gəlməliydim. Bir ay əvvəl gəldim o tədbir Öncə üçün. bütün işlərini bilirəm ki, orada yarımçıq qoydu və mənim tədbirim üçün gəldi və orada Eldar deyir ki, bəs qardaş bacıya nə gün də gərəkdir? Qardaş elə bacının bu günündə gəlməlidir ki, mən öz ərmağanımı eləyim. Sonra disk satışa buraxıldı və hər kəsdən eşidirəm o sözü ki, qardaşı da oxuyurdu, gördü, Surqutdan gəlmişdi qardaşı. Sizin qardaş qız oxuyan öldü. Düzdür, biz bir ananın evlatları, biz əgər bir ruhun, bir duyğunun daşıyıcılarıyıqsa, ya Eldar mənim anamın oğludur, ya mən Eldarın anasının qızıyam, bilmirəm. Çünki biz eyni duyğunun, eyni ruhun paylaşan adamlarıqsa... Ögey mənəm bizə, bələm yəni. Yaxşı dedin, yaxşı dedin. Elə mən çox vaxtı qoy onu da elə əlavə edeyim.
Kəmanların Bakıdakı qardaşı Eldar hərdən zəng vurur danışanda deyir, kim danışan? Deyirəm ki, Çopur Ələsgərin Gəncədəki qızı, Ögey bacımdır. Ögey bacımdır. Biz təbii ki, biz hamımız bir ruhun daşıyıcılar olduğumuza görə bir atanın, bir ananın evlatlarıyıq. Bacım, siz mənə sual verdiniz ki, nə iş görürsünüz, planlarınız nədir? O qədər işlərim var, o qədər planlar var. Bilmirəm hansından başlayayım, hansını deyim. Deməli, mən istəyirəm ürəyimdə olan bir neçə kəlmələri sizlə bölüşdürəm. Allah qurban olduğum hər kəsə sevinç nəsib eləsin. Kədər bizdən uzaq olsun. Mən Surgutdan gələndə, bilirsiniz də 11 il mən sərəsər yaşadım günə-gün orada və 2 ildə gələndən sonra sənətlə məşğul olmadım. 13 il. Adi bir maşını sürürsən, bir həftəlik harasa gedirsən, rayondan Bakıya. Qaydanda o maşın sənə yad gəlir. Hara nə qoyduğun dəqiq yadından olmur. O ki, qala 13 il. Mən Allahıma ona görə qurban olum, bütün mənə verdiyi əməllərə görə onun qarşısında baş əyirəm. Onun böyüklüyünün varlığında mən onun mənə hədiyyə verdiyi səs özümdə qaytardım. Mən içki içmədim, siqaret çəkmədim. Onlar mənim səsim dəymə düşər bir kövrək insana bənzəyir. İnanın səmimiyyətimə. Adi mən bir dəfə soyuq su içim, 1 ay səsim yerinə gəlmir. 2 dəfə siqaret çəkim, 2 ay səsim qayıtmır. Xırdalıq deyilən bir varlıq var. O itir. Artıq mən onu insan şəklində görürəm səsimin telinə. O hər səslərdən deyir ki, nə istəsə eləsin, o da onu bağışlasın. Yox. Ona görə mən Surgutda bildim bunun xarakterini. Səsimə xəyanət eləmədim. Bildim ki, bu xalqımındır. Bu Azərbaycanımındır, bu Gəncəbasar torpağımındır. Ona görə Rəbbimə şükürlər olsun ki, nə yaxşı mən içkiyə meyilli insan deyiləm və siqaret çəkmədim. Və nə lazımdır, mən onu qorudum, gətirdim. Bugün artıq mənim şəxsən artıq özümün 50-dən çox yeni ifa elədiyim mahnılar var ki, deyim sizə, məndə sevindirici nədir? Artıq bu qısa bir müddətdə bir 90% Azərbaycanda müğənnilər efirə də zəng elib deyirlər, özümə zəng elirlər. Artıq mənə qulaq asırlar maşınlarında, evlərində ailəvi mənə qulaq asırlar. Bir də elə rayon yoxdur ki, artıq insanlar var. O müqəddəs Allahın böyüklüyünə and olsun, inanın. Yaşlı, 80 yaşında analar var ki, oğlanlarını məcbur ediblər ki, bunun nömrəsini tapmalısınız, mən onun səsini eşitməliyəm. Bilirsiniz, olan məni axtaranlardan mənə bugün sevinclərimin bəlkə 1%-ni bölüşdürürəm sizlə. Bəlkə 100-dən çox analarımızla oğlanları məni telefondan danışdırıblar ki, ay ana, bax, sənin sevdiyin müğənni, oğul dediyin budur. Bundan böyük müğənniyə nə xoşbəxtçilik ola bilər ki, Vüqar Əhməd şairimiz bir gün mənə zəng elədi. Dedi, radioda mahnım gedirdi, sevmirdim ki, qəlbimdə qəm, gözümdə yaş olasan. Mən də elə bilirəm ki, elə hər şey popularlıqla yekunlaşır. Elə popular olduğunu ondan qutarır. Yox, sən demə, popularlıq o qədər də önəm daşımır. Yetər ki, sənin sənətin olsun, insanlığın olsun. Bir də əsas kütlənin, xalqın müğənnini qəbul eləmək məsələsi. Ən çətini oymuş. Mən də bunu bilmirdim ki, xalqın məni necə qəbul eləməni. Vüqar Əhməd radioda ailəvi gedirmiş Qubaya, dincəlməyə, yay idi, keçən il. Mənə zəng elədi ki, Eldar, mən sənə təbrik edirəm. Dedim, Vüqar müəllim, nə münasibət ilə? Dedi ki, sən artıq xalq arasında qəbul olundun. Buna görə sənə mən təbrik edirəm. Və dedi, sən xoşbəxt insansan ki, qəbul olundun. Onda mən anladım ki, xalqın sevgisi nədir. O qədər özümü xoşbəxt sayıram, o qədər sevinirəm ki, inanmadığım, təsəvvür eləmədiyim dərəcədə insanlar məni sevir və mənə hörmət, diqqət göstərirlər. Dostların çoxdur Eldar. Deyərəm, ona gəlirəm. Deməli, və mən arada deyirdim ki, toylara getməyəcəm. Bəli. Getməyəcəm, istəmirdim. Vidalaşmışdım toylarla. Deməli, nə olaydı, mənə toy yerləri zəng eləyəndə o səsləri zaps eləyib gətirib burada tamaşaçılara qulaq asdırardıq. Mən, dünya möcüzə dünyasıdır. Məcburam, artıq gedirəm. Heç kəsin qəlbini qırmaq olmur. Axı, mənə zəng elib deyirlər ki, bala, mənim nənəyəm, neçə il uşağımın evladı olmurdu. Bugün nəvəmin filan ayın tarixində kiçik toyudur. Mən bir nənə kimi arzu eləmişəm. Arzum, dəhdimdir, gəl. Hansı toylara gedirəm, gedəndə görürəm ev yəsi özüm oxşuyur.
duyğuludur. İnanın, valla. Gedəndə görürəm, başqa bir orta, elə bir son zamanlar bəlkə bir 100-dən çox toyları özüm ansamblımla, vətən ansamblımla aparıram. Hələ bir dənə toyda nə mənim xətrimə dəyən olmayıb, nə bir dənə artıq söhbət eləyən olmayıb. Elə hamısı da toyun ortasında xahiş edirlər ki, mikrofonu götürürlər ki, nə olar bu günlər gəlin, oynamağı biraz azaldaq. Bizim ailənin arzusudur və bizim ailənin ailəyə yaxın olan insanları dəvət etmişik. Gəlin biraz Eldar müəllimə qulaq asaq. Mən hətta elə bil 92-ci, 93-cü illərə qaytarmışam toyda insanları. Bax, budur məni sevindirən. O ki, qaldı dostlarıma. Eldar, dostlarından azca sonra biz məlumat alaq o barədə. Dedilər, rejissorunuz bildirdi, telefon zəngi var, qəbul eləyək, əgər hazırdırsa. Alo. Alo, sabahınız xeyir olsun. Sabahınız xeyir. Sizin hər birinizi, qonaqlarınızı, Çiçək xanım, pərdə arxasında olan yaradıcı heyətinizi, hər birinizin sabahınız xeyir olsun. Sizi gözəl Gəncəmizdən salamlayıram. Gəncədən kimdir bizimlə danışan? Saadət xanım, çox gözəl. Sabahınız xeyir olsun. Çiçək xanım, siz bizi Eldarın könül nağılı ilə başladınız. Bəli. Mən demək istəyərdim ki, o nağıllar bizlərdə hardasa qırıq-qırıq olan xatirələrimizdə, memarlarımızdan yığılır. Hansı anlarımızdasa yazılan səhifələrimizin arasından silişib çıxır və unutulmağa çalışdığımız, xatırlamağa çalışdığımız çox şey yaddaşımızda bəzən öz formasını itirir. Bəzənsə şüşə qab kimi çiliklənib çilik-çilik olur və biz onlardan xatirəmizdə ən iz qoyanlarını yığırıq. Onlar bizim ömrümüzün, günümüzün nağılına çevrilir, könül nağıllarımıza çevrilir. Ən gözəli budur ki, bayaq Eldar qeyd elədi ki, mən Gəncənin qoşa qapısına gələndə elə bil ki, mənə hər şeyi bəxş edirlər. İnandırım sizi, mən bilirəm ki, Eldar da vətəndən çox uzaqda olub. Mən özüm də vətəndən çox uzaqlarda yaşamış bir insanam da uzun müddətdə. Mən də həmçinin o Gəncənin qapısına içəri girəndə, inanın o torpağı öpə-öpə girirəm. Hardasa Eldarı özümün, yəni könül elimə yaxın bir insan bilirəm. Çünki biz şəxsən tanış olmasaq da, mən bilirəm ki, könül insanları ürəkdən ürəyə, qəlbdən qəlbə bir-biri ilə yaxındır, ürəkləri ilə yaxındır. Mən arzu eləyərdim ki, Eldarın o könül nağılı var, o könül nağılı bəzən o xatirələr ondan o xəncər tiyəsi kimi silişib çıxanda xəncər tiyəsinə dönməsin onun üçün. Hardasa dənizlərin dalğasına çevrilsin, yüksəklərə qalsın, qoy ona xoş xatirələrlə xatırlasın. Çox təşəkkür edirik Saadət xanım. Çox istəyərdim ki, Eldar əgər mümkün olsa öz imzası ilə mənə bir diskini bəxş eləyərdi. İnşallah. İnşallah. Eldar elan verdi, anons verdi ki, Eldarın artıq diskləri satışdadır. Yəqin ki, bütün tamaşaçılar üçün. Mən Saadət xanım bəli, salamlayıram və bütün gəncəlləri salamlayıram. Saadət xanım, bilirsiniz, torpağıma, elimə qurban olum. Kim ağzını açır, hamıda duyğu, hamıda varlıq. Hərdən bir rəsm əsərinə baxırsan, təbii rəsm əsərindən başı çıxan ən böyük bir əsərə baxır, içində bir möcüzə yaranır ki, ilahi bu nədir, bu nə varlıqdır. Mən bilirəm, sizdə də, Saadət xanımda da, bu torpağa bağlı olanların içində olan əsəri insanlar yaxşı tanıyır və o Gəncə qapısına ki, uzaq qürbətdən gələndə Bakı mənim varlığımdır, ayırmıram. Amma hardasa da Bakıda da bir qürbət hiss edirəm mən. Bəlkə də Surqutdan qalıb qanımda. Bir dənə sakitləşirəm Gəncənin girəcəyində. Yəqin bu sözün bir əsər kimi, Saadət xanım kimi, sizi kimi dəyərli insanların içində artıq o analiz olur, o nə demək, hansı əsərdir. Ona görə Saadət xanıma inşallah diskimi hədiyyə verib, yazıb hədiyyə verərəm. Allah qoysa, o ki qaldı dostlarıma, dostluq sözü çox dərin sözdür. Mənim etibarsız adı dost olan dostlarım da olubdur. Allah da bağışlayandır. Mən həyatda bir-iki nəfərə Allahın böyüklüyünə and içmişəm ömrümün qəbir evinə qədər onları bağışlamamağa. Çünki elə bir səhvdir ki, insan nəyəsə paxıllıq eləyə bilər. Mən həyatımda, bu temada çox danışmaq istəmirəm, həyatımda uşaqlığımdan bu günə qədər bir Rəbbim bilir ki,
İnənin ulduzundan balaca paxıllığım yoxdur içimdə. O günü demişəm ki, Allahım, mənə lənət elə. Əgər mən dərk eləyirəmsə, bu dünya bir fanidir, bir güzgüdür və ömür tez gəlir, keçir. Baxıram uşaqlıqdan quz otardığım vaxtlara, nə bilim, o cığırda, bu cığırda bağlara almaya, girməyə vaxtıma, indi baxıram həyatıma, neçə illər keçdi, amma sanki bir dəqiqə kimi gəldi, keçdi. Və mən həyatda ən bağışlamadığım, ən nifrət elədiyim insanlarda, kimdə varsa da Allah uzaq eləsin, onun içindən o şeytanı çıxarsınlar, paxıllıqdır. Və mənim dost dediyim bir-iki nəfər mənim səsimə paxıllıq ediblər. Efirə qürbətdən qayıtmışam, onlar da qürbət yaşayır Surgutda. Dəfələrlə onlarla fikrimi bölüşdürmüşəm ki, nə olaydı, bir kaş gedəydim, mənim içimdə oxunmamış nəğmələrim var. Çıxım efirə, mən xalqıma, millətimə, sevdirim özümü deyim, mən də varam, mən də bu torpağın oğluyam. Onlar bilib, amma mən efirə çıxanda o təbriklər olmayıb ki, Eldar çıxdı. Amma bu günlər artıq yavaş-yavaş Rəbbim, böyüdən Rəbbimdir, verən Rəbbimdir. Görürlər Eldar Ələkbərov, artıq bir neçə dəfə deyirlər ki, bizi barışdır, mən düşman da deyiləm. Sadəcə olaraq onlarda görürəm o qəlb. Qəbir evinə qədər dəyişməyəcək. Hər şeyə, maşına da paxıllıq eləmək olar. Əslində günahdır. Evdə, maşında, heç özünlə heç kim heç nə aparmadı bu dünyada. Onlara da eləmək günahdır. Onlara elədin, eyb yox, özünlə bacarmadın. Amma Rəbbimin verdiyi səsə paxıllıq eləmək, bu ad qoya bilmirəm. Ona görə incidiyim dostlar da var, qəbul eləmədiyim də var, adlı dost olub. Amma həyatımda bugün 2 dənə mənə əziz olan dostlarım var ki, gecə gündüz onlar mənləndir. Mənim özümdən çox, mənim sənətimdən onlar fəxr edirlər. Yaşasın, sağ olsun, dəyərli dostlarım, əziz qardaşlarım və onların simasında da mənim bu dəyərli qardaşlarım, Kamandar başda olmaqla, Sağ olun, Eldar bəy. Erşən qardaşım başda olmaqla, bütün mən bu torpağın, bu regionun musiqiçilərini salamlayıram. Hamısı mənə əzizdirlər, doğmadılar. Çox təşəkkür eləyirik Eldar. Doğrudan da Eldarın danışığı adamı çox duyğulandırır. Bəli, bəli. Hətta özü o qədər duyğuludur ki, mən azca çəkinirəm Eldarı danışdırmağa. Çünki bilirəm ki, çox duyğulananda Eldar ağlayır da hətta və mən onun göz yaşlarına dözə bilmirəm. Əgər telefon bağlantısında tamaşaçımız varsa qəbul eləyək. Yoxdursa növbəti telefon zənginə qədər Eldarın iş dünyasından gələn bir gözəl mahnını alaq. İstəyirəm, əziz dostum, qardaşım Cabbar Musayevdən. Sözləri isə Aygün xanımındır. Aygün xanım bu yaxından toyu oldu. Aygün xanım gözdən əlildir. Görməsi yoxdur, anadan gəlmə. Qeyri-adi bir bacımızdır, dostumuzdur. O özü məni efirdə görüb, tapıb. Və birinci diskimdə, Sevgi Ölmür diskimdə o da var bu mahnı. Gəl gəzək bir nağıl yazaq. Onun sözlərini yazan xanımdır. Və bu sözlər də Aygün xanımın. İndi oxuyacağım mahnı, hansı ki adını qoymuşuq, xəbərim yoxdur. Xəbərim yoxdur. Qəlbimdə boş qalıb hələ də yerin. Deyəsən tükənib qəmin, həsrətin. Baharın ətri tək duyulur ətrin. Bəlkə qayıdırsan, xəbərim yoxdur. Bu sözləri yazan bacımızın bu yaxından toyunu mən Vətən ansamblından oxudum. Təxmini ay yarım bundan əvvəl. Ona xoşbəxtlik arzulayıram və onu əli, ayağı, gözü, bütün varlığı yerində olan, çox Allah yaraşıq verilmiş bir oğlan özü sevdi bu nəğmələrlə. Aygün xanımı tapdı, ailə qurdular. Və o toyunda göz yaşlarını saxlaya bilmədim. Durdu ayağa, dedi ki, mən söz verirəm bu qohumların, bu doğmaların və Eldar müəllimin qarşısında ki, nə qədər həyatda nəfəsim var, Aygün xanıma əsl həyat yoldaşı olaraq ömrümün sonuna qədər onunla bir yerdə qocalana söz verirəm. Doğrudan da özü hansı ruhdadır, hansı könüldədir, eyni adamlarla da qarşılaşır, özü düz dedi. Eldardan bir gözəl mahnı ala, xəbərim yoxdur. Bəlkə qayıdırsan, xəbərim yoxdur. Xəbərim yoxdur, mahnısı gəlsin. Buyursunlar. Və Aygün xanım da, elə onun ömür gün yoldaşını da tanıdan xoşbəxtlik diləyək, sizin dostlarınızın hər birinə.
hələ də yeri deyəsən tükənib qəmin əsrətin baharın ətri tək duyulur ətin bəlkə qaydırsan xəbərim yoxdur baharın ətri tək duyulur ətin bəlkə qaydırsan xəbərim yoxdur buz tutmuş qəlbimin əriyir buzu ucumda tutmuşam ayı ulduzu gördüyüm rüyaya tapmışam yolum bəlkə qaydırsam xəbərim yoxdur aylar dolandı iller oldu yağdı yağmurlar seller oldu sulan çiçekten xəbərim yoxdur aylar dolandı iller oldu yağdı yağmurlar seller oldu sulan çiçekten xəbərim yoxdur aylar axarından aparır gəmi xatirən ovudur kövrək qəlbi baharda qayıdan durmalar kimi bəlkə qaydırsan xəbərim yoxdur baharda qayıdan durmalar kimi bəlkə qaydırsan xəbərim yoxdur artıq quruyubdur gözümün yaşı bahara çevrilib könlümün düşü atıb ürəyindən qoyduğum daşı bəlkə qaydırsan xəbərim yoxdur aylar dolandı iller oldu yağdı yağmurlar seller oldu sulan çiçekten xəbərim yoxdur aylar dolandı iller oldu yağdı yağmurlar seller oldu sulan çiçekten xəbərim yoxdur aylar dolandı iller oldu yağdı yağmurlar seller oldu sulan çiçekten xəbərim yoxdur aylar dolandı iller oldu yağdı yağmurlar seller oldu sulan çiçekten xəbərim yoxdur bəlkə qaydırsan xəbərim yoxdur bəlkə qaydırsan xəbərim yoxdur bəlkə qaydırsan Xəbərim yoxdur. Gözəl, gözəl. Var ola Eldar, səsinə qüvvət, sənə gözəl bu ovqatda, bu ruhda, bu sevgilərlə, Tanrıdan bax bu sevgilərlə yaşamağı arzulayırıq. Sən bu bölgəmizdə səni sevənlərlə baş-başasan. Nə oxumaq istəyirsən bu dəmdə? Mən bütün aşıqlarımızı salamlayıram və bu Tovuz mahallında bir aşıq xanəndə İsmail deyirlər və İsmail müəllim o qədər aşıq mahnılarını gözəl oxuyub ki, həmişə ona baxıb mən bu stili, bu ürəyi o insandan öyrənmişəm. Yəni onun yolunla. Əslində mənim dayım, məqsəd dayım ustad aşıqdır. Sazı onunla sevmişəm. Amma ilk dəfə mən xanəndələrin içində bu yolu İsmail müəllimlə eşitmişəm. Və İsmail müəllimi salamlayıram. Onun timsalında bütün Tovuz musiqisilərini salamlayıram. İstəyirəm onların da timsalında dədəmiz Çopur Ələsgər. Bəli, istəyirəm elə qardaşlarımdan, kamandar qardaşımdan xahiş eləyəm. Səndən əzizimdən xahiş eləyəm. Bir muğam parçası, arxasınca bir aşıq musiqisi. Nə gözəl, nə gözəl. Buyursunlar.
yolunda bir adım atmağı könlümü isteyir. Sürücü bir qədər tez sür maşını, vətənə çatmağı könlümü isteyir. İzin var kendimin her bucağında, gezmişəm ömrümün gənclik çağında. Bir gece anamın öz kucağında körpə tək atmağı könlümüm istəyir. O üçün durmağım xoşdur bərədə, quzu da yotarım dağda dərədə. Təzədən gəncləşib gözəllərə də hərdən söz atmağı könlümüm istəyir. Ey vazam sözümün bax budur sağı, ey vazam sözümün bax budur sağı, kendimde çalışıp bir can yormağı, bir ışık yandırıp bir ev kurmağı, bir ocak satmağı könlümüm isteyir. Könlüm isteyir ağacın.
dost kadına Gözəl, eşq olsun səsinə, nəfəsinə sağlıq Eldar. Valla əsl nağıllar dünyasına indi apardın evlər. Musiqiçilərimizə təşəkkür edirəm. Eşən sağ olun. Kəmandan mən olsam sağ olun. Bu dərəcədə ürəyinə müşayiət edirlər. Ustad oğlunun şagird olmaz da. Şagird olmaz. Eldar, bu ifadan sonra %100 bildim ki, nə qədər xəstəni müalicə elədik. Sən həkim yazırsan. Bu ifa yetdi məncə bütün xəstə. Hətta bizim bir tamaşaçımız var Gəncədə, Həmən xanım. 100% bilirəm ki, oturub ağlayır bu dəqiqə ekranın önündə. Və bu dərəcədə ifalarla məlhəm oluruqsa. Şeyx xanım, Eldar bəy oxuyanda nə belə təsəvvür var. Yəni Eldar bəyin ifalarına çox qulaq asmışam. İnsan, bəzi adamlar var, ağılla qəbul edir musiqi ola bilsin. Yəni, onlar ağılla qiymət qoyurlar, yəni burası belə, xurası ilə hansı notdan oxudu, hansı laddan oxudu. Amma bu məndə belə deyil. Mənim özümdən asılı deyil ki, mənim onun duyğularım qəbul edir, hisslərim qəbul edir. Yəni, Eldar bəy mənim təsəvvürümdə belədir. Bayaq səsini bir insana bənzətdi, yəni səs tellərini, yəni qulluq edir onlara. Doğrudan da o səs gələndə mənə elə gəlir ki, dünyada ən sərt adam yumuşalar. Yəni o səsi eşidən, ən bir pis xasiyyət insan xoş xasiyyət olmalıdır. Yəni mən dünyadakı bütün sular hamısı mənə elə gəlir ki, mütləq quruyar. Yəni o səsin qarşısında mənə gəlir. Sal qayalar muma dönər. Hə, bilirəm. Mən Eldardan da sizdən çox xahiş edirəm. Efirdə, xəttə, telefon xəttində tamaşaçımız dedi, gözləyir. Özü də bayaq adını çəkdiyim Həmən xanım. 100% bilirəm ki, duyğularını bağlayır. Eşidirik sizin zənginizi. Buyurun Həmən xanım. Can, ey salma sözlə könüllər alanır. Allah Allah. Ətri cənnət qoxulu. Bənövşə yaşlarda açan düşəyim. Eləliyin ki, verilişə para bilək. O gözəl qonaqlarınızı da, bütün işçi heyətinizi, sizi sevə-sevə izləyən o tamaşaçılarınızı ürəkdən salamlayıram. O gözəl torpağına, daşına qurban oluram. Bir elin başı çiçək, üzüyün qaşı çiçək. Bənövşə nərgiz qoxur, Qazağın torpağı, başı çiçək. Qazaq torpağına qurban olum, o gözəl qardaşım, Eldara, Kamandara, o musiqiçilərə qurban olum. Sağ olun. Eldar qardaşımı salamlayıram, bağrıma basıram. Təşəkkür edirəm. Həmən xanım. Gülə-gülə. Təşəkkür edirəm. Sarmaşıq, gül-gülə, sarmaşıqdır, gül-gülə. Oxu, bülbülüm, oxu. Bəlkə könülüm gülə. İslanmaram səndə, istə. Sən gəl məndən könül istə. Ayağın qoya gözüm üstə. Yol əvəzdən yeri Eldar, qədəmlərin ötürəm. Qardaşım Kamandarı ötürəm. Sağ olun. Ürəyim kürə kimi yandırdı kürəyimi. Şələm dağdan ağırdı, yatırdı ürəyimi. Ay Kamandar, sənə qurban olur. Ox uzundu Kamandar, götür qara sazını. Bir hani çal Kamandar, sizin hamınıza qurban olur, öpürəm. Bunlar hamısı sizi görməkdən, sizi sevməkdən, sizin o saza, sözə olan məhəbbətdən olan duyğulardır. Eşq olsun sizə, Duyğularınız var olsun. Sağ olun Həmən xanım. Bir daha səsinizi, sözünüzü, özünüzü öpürəm. Biz də sizi öpürük. Təşəkkür edirəm. Könlünüzü öpürük, ürəyinizi öpürük Həmən xanım. O duyğularınızı öpürük. İnandırım sizi, Kamandar ömründə ağlamamışdı. Bəlkə o da burada ağladı. Çox təşəkkür edirəm. Kövrətdiniz hər birimizi. Mən elə bilirdim ki, ekranın o üzündə Həmən xanımı bilirdim ki, ağlayır elə. Və Eldar bayaq Eyvaz Qələmçəlidən oxudu Eldar. Bəli, bu yurdun elin obanın bir gözəl. Mən istəyirəm Həmən xanıma salamlayam, mənim əziz bacım, öpürəm, onu bağrıma basıram, kövrək qəlbini və istəmirəm o vaxtda çox danışmaq. Salamlayıram. Çox sağ olun. Eşq olsun Gəncə torpağına, eşq olsun Azərbaycan torpağımıza. Bütün Azərbaycanımıza eşq olsun. Bayaq oxuduğum, o baş sarteldən əvvəl oxuduğum muğam Seyqə üstündə sözlər bizim dahi şairimiz. Mən
sağlığında dəfələrlə bir yerdə oturmuşuq, çörək kəsmişik. Mənə həmişə bacım oğlu deyə müraciət edən bugün mərhum Eyvaz Qələmçəlinin sözləri idi və inanın səmimiyyətimə mən Qubada, Xaçmazda toyda oluram, gedirəm. Adətən deyirlər ki, ora zona biraz başqadır. Mən bu sözləri orada oxuyanda insanlar çox duyğulanırlar. Allah rəhmət eləsin Eyvaz müəllimə. Eyni zamanda oxuduğumuz sözdə Məhəmməd Şıxlın idi, Dərya Məhəmmədin idi. Elə ustadlara da Dərya Məhəmmədin timsalında da Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Və elə bu verilişimizə bir ovqat, bir rəngarənglik qatmaq baxımından o Qazax torpağının Akstav, doğma Akstavamızdan Eyvaz Qələmçəlinin oğlu və nəvəsi gəlib. Bax, burada sizi çox böyük sevgilərlə izləyirlər verilişimizi və İlqar balamız sazınla gəlib sizi bu verilişdə bir xoş gəlib, səfa gətirib. Bayaq mən kamandara dedim, ustad oğlundan şagird olmaz. O İlqar mənim balaca qardaşımdır, çox istedadlı bir gəncdir. Onun ixtiyarı yoxdur o pis aşıq olsun. Çünki onun dünya səviyyəli bir babası ad qoyub gedibdir. Eyvaz Qələmçəli, Allah rəhmət eləsin. Eldar müəllim bizim bayaq özü qeyd elədi, el şairlərimizə, aşıqlarımıza böyük diqqət verən insandır. Həmçinin mən şəxsi təşəkkürümü bildirirəm ki, Eyvaz Qələmçəlinin bir neçə sözünə musiqi bəstələyib, onu xalqın dilində əzbər elətdirir. Bir daha təşəkkürümü bildirirəm. İlqar, sən özün də bu elin obanın çox istedadlı bir oğlusan, bir balasısan və səni də tamaşaçılar bilirsənmi, nə qədər sevgi ilə gözləyirlər ifanı. Səndən hansı hava gəlir bizim bu verilişimizə Ərmağan üçün? Mən bir cəlli havası ifa eləmək istəyirəm, biraz şən ruhda olduğu üçün. Allah Allah, bizi bu duyğusallıqdan az zaralayacaq, eyni zamanda mənim çox sevdiyim bir havalı gəlir. Vay vay, eşq olsun.
Çox sağ ol. Hə, Ustad oğlu. Bəli. Nə deyirsiniz? İlqar sağ ol İlqar, sağ ol. Mən İlqarı çoxdan tanıyıram. Bax elə bu studiyada Azərbaycan teleməkanında ilk dəfə saz müsabiqəsi 2006-cı ildə keçirilmişdi və onun təşkilatçılarından biri mən idim və onda İlqar balaca idi və bir gün çox şükürlər olsun ki, o ifa tərzində də, özünün görkəmində də dəyişikliklər var. Amma bizə şey dəyişməyib. İlqarın rəyi dəyişilməyib. Yenə də o belə çılğınlıq, o gözəl barmaqlar. Çox böyük rəyi var, çox həssas da balamızdır. Çox böyük ehtiramla, çox böyük sevgi ilə, çox böyük hörmətlə yanaşır bu saz sənətinə. Ustadların yoluna çox gözəl qulluq eləyir. Var olsun İlqar. Uğurlar arzulayaq. Bu da sizin və bizim Akstafanın gələcək yetirmələrindən biri, gələcək aşklarımızdan biri. Hə, Eldar, nə keçir ürəyindən bu dəm? Mən istəyirəm sənə sualla müraciət edeyim. Əgər könlündən keçirsə bir ifanı alaq sonra. Yəni efirimiz yenə sürətlə gəlib gedir. O qədər sözlər çoxdur ürəyimdə. Elə ən yaxşısı bir ifa eləyim. Kölgəm qədər yaxınsan, tuta bilmirəm. Unut demək asandır, unuda bilmirəm. Arzum budur. Heç vaxt unutmayaq bir-birimizi. Amin. Sevək bir-birimizi. Hər an dediyimiz kimi ömür çox qısadır. Mənalıdır, amma axırı bəllidir. Ona görə istəyirəm o mahnını ifa eləyəm. Kölgəm qədər yaxınsan. Buyurun. Buyurun. Gözəl. Buyurun.
Sağ ol Eldar, çox sağ ol. Kəmandar, sən Bəli. bizim verilişlərin vaxtaşırı qonağı olursan və bilirsən ki, bizim verilişlərin bir şeir ərmağanı da olur. Tamaşaçılarda şeir gözləyənlər də olur. Eldara suallarım var, ancaq suallardan öncə istəyirəm Elşən bizi qarmonda bir xırda müşayiət eləsin. Mən öz şeir ortağımdan bir-iki şeir ərmağanı göndərək tamaşaçılara. Biz nağıllardan danışdıq, elə biraz nağıllarla bağlı şeirlərdən deyək. Yəni, Kəmandar hansı ovqata köklənsə, Eldar da qoşula bilər bizə, o şeir ərmağanımızı göndərək. Mən Məlik Məmməd nağılı. Mən Məlik Məmməd nağılı, bu dünya divlər ölkəsi. Düşüb kəndirsiz quyuya, könlümün sevda bəlkəsi. Bu nağılın nə simruğu, nə də ki üç alması var. Bu sevdanın dar quyuda həmişəlik qalması var. Niyə nağıla dönmüşəm? Hardadır nağıl yiyəsi, uyur nağıl sevdalara mənim tək ağıl yiyəsi. Məni quyudan çıxaran bir nağıl olan tapıla, ya da başımı qatmağa bir nağıl yalan tapıla, bir nağıl yalan tapıla. Şeyx xanım, siz nədən söyləyirsiniz, söyləyin. Elə bir nağla bənzəyir. Yəni, mən eləcə bizə onu demək istəyirəm, böyük şairimizin dilindən. Heç nəyə baxmayın, heç nəyə dəyişməyin. Ruhumuzu dəyişməyin, yəni o ovqatı dəyişməyin. Eldar bəy haqqında deyilən sözlərin çoxsu da bayaq Eldar bəy özü söylədi, sizə aiddir. Səni qorxutmasın dedikodular. Yüzü yüz söz desin, sən bircə söz de. Mən sənin başına dönüm dolanım, sən mənim başıma dən, bircə söz de. Səndən gözləyirəm o söz səndən. Çıxar dağlı başdan, ruhu bədəndən, ümid toxumunu qoparma məndən. Bircə mənə sarı dön, bircə söz de. Gözəllik şahsan, çıxımsan taxta. Yazan səni yazsın qismətə vaxta, sən dağlar başında, mən dar ayaqda. En mənim yanıma en, bircə söz de. Qəlbim közə dönüb, ürəyim şama. Sevgisiz kim çatıb arzuya kama, səni ant verirəm gələn axşama, əyildi dağlardan gün, bircə söz de. Ömrümə nur payla, ömür gün tapım. Dünya sevincini birə min tapım, mən dinlər içində təzə din tapım. Ay dinim imanım, din, bircə sözdür. Təki deyəsən həmişə. Dərdlərimdən can qurtara bilmirəm. Şirin-şirin gülmək üçün darıxdım. Sənsiz keçən bu günü də ölmədim. Ay üzünü görmək üçün darıxdım. Dağa qalsın öz çiskini, öz çəni, aya verdim bu nüskilli gecəni, könül daşım hər könlümdən keçəni, sənin ilə bölmək üçün darıxdım. Ruhum kimi ay qərq olub qəhərə, ülkər arzum axıb çıxmır səhərə, pıçıltı ilə can deyib min kərə, sinən üstə ölmək üçün darıxdım, sinən üstə ölmək üçün darıxdım. Şeyx xanım, deyir, günlər ömrümüzü tərk edib gedir, ağaçdan tökülən yarpaqlar kimi. İllər qocaldıqca ömür üşüyür,
yarpaqsız üşüyən budaqlar kimi. Bir payız gətirən, biri itirən, birində geriyə qayıtmır gedən, budağa qar yağır qara saçadən, sırsıra bağlayır sazaklar kimi. Payız da payızdır, küləklər əsir. Görəsən küləklər hara tələsir. İtir, hərarəti titrəyir, əsir, əlvida söyləyər dodaqlar kimi. İnsan narazıdır ay komandar. İnsan narazıdır, təbiət razı. Təbiət qaytarır payızı, yazı. Çıqat el. Çıqat el, qayıtmır ömrünün yazı. Baharda qaydan durdalar. Eşq olsun siz ki burada Cıqatel xatırladınız. Cıqatel bacımıza da salamlar. Komandar səndən hansı şeir istəyirəm? Qəti bu ovqatdan ayrılmaq istəmirdim. Barat Vüsalın uşaqların anasından gizlicə sənə saxlamışdım bu məhəbbət. Vallahi o qədər uşaqların anasından söylədim, gizləmişəm uşaqların anasından. İndi uşaqların anası. Uşaqların anası ya, etiraz əlaməti olaraq miting keçirir gibi. Mən qapıyaçadan görürəm piket hazırlanıb qapımızda. Məndə mən gəzdiyim, mən də var idi. Məndə bir xəzinə, mədən var idi. Məndə ilkbahardan bir yadigardır, sənə saxlamışam bu məhəbbəti. Neyliyim, Allahın işidir dana, atdığı fələyin daşıdır dana, günahkar bir şair huşudur dana, sənə saxlamışam bu məhəbbəti. Məhəbbət taxtında deyə bilmədim, gülmədi baxdım da deyə bilmədim, mən niyə vaxtında deyə bilmədim, sənə saxlamışam bu məhəbbəti. Mən deyən dodaqlar öpülməz getdim, arxamızca bir su səpilməz getdim, bir də bu sevgidən tapılmaz getdim, sənə saxlamışam bu məhəbbəti. Gözlərimin qarasından gizləyib, təhnizlərin yarasından gizləyib, uşaqların anasından gizləyib, sənə saxlamışam bu məhəbbəti. Eşq olsun. Allah Barat Vüsala sağlığı versin. Sən məndən küsmüsən, özümdən küsmüşəm mən, dünyanı qara görən, gözümdən küsmüşəm mən. Yalvardım, barışmadı, üfürdüm, alışmadı, külümə qarışmadı, közümdən küsmüşəm. Qış gəldi, çənə güldü, sən güldün, sənə güldü, mən öldüm, mənə güldü, dözümdən küsmüşəm mən. Kimdir küsüb yandıran, kim günahkar sən quran, öz-özümü yandıran, özümdən küsmüşəm mən, közümdən küsmüşəm mən, elə səndən küsmüşəm. Eldar bəy, deyirəm, nə ola baxmayalar ömrün yaşına, məhəbbət kursuna yazalar məni. Qızların oyunda uduzam, özləri itirib gəzələr məni. Allah Allah. Yol üstə baxdıma uzana bir əl, deyəm ilahidən gəlib bu gözəl. İpək köynəyindən keçirib əzəl, sonra sinəsinə yozalar məni. Sinəmdə göyərə yar ağaçları, aşa putalana nar ağaçları, gəzə tapmayalar dar ağaçları. Bu qızın saçından asalar məni. Bu qızın saçından asalar məni. Elə deyir, bax, uşaqların anası miting eləyir. Telefon bağlantısında tamaşaçımız varsa qəbul eləyək. Zəngi. Aha, alo, bəli. Alo, Şəhran, salam. Salam, sabahınız xeyr. Bizim hamıza xoş ovqatına çıxdığınıza görə mən də sizə özləri minnətdarlığımı bildirəm. Çox təşəkkür Və edirik. bütün qonaqların hamısı təbrik edirəm gözəl gündə. Öpürəm, bağrıma basıram. Eldarı da. Biz kimlə danışırıq? Biz kimlə danışırıq? Cəmalarla çox xüsusiyyətimiz olmuyor, amma Eldar yaxşı tanıyır məni. Salamlayıram Eldarı. Misir Əhmədi, bəli, Misir Qələmçi Eyni zamanda Eldarın burada olduğundan mənim xəbərim yoxsa o gəlib burada baş ustasının yanında olur. Mənə baş ustası onun xəbər verdi ki, o buradadır. Və o baş ustasının adıyla da, Samir'in adıyla da onu təbrik edirəm. Və mən Eldarın haqqında o tərifləri təkrar demək istəmirəm. Onsuz da Eldar bu təriflərə layiqdir. Tərif eləməklə bərabər onu demək istəyirəm ki, Eldarı tərifləməklə bərabər onu sevmək lazımdır. Onu qorumaq lazımdır. O xalqın
doğrudan da sevimli bir oğludur. Çünkü o özü kazanıp bu hürmeti. Eldar'ın böylüğü onun sadeliğindedir. Eldar çok sade oğlandı. Eldar aynı zamanda çok sakavetli oğlandı. Yani bunu demek hökmen lazımdır. Müəyyən o hissləri keçidən adamlar doğrudan kövrək olurlar. Mən indi özüm kövrəlmişəm buradakı, dərinə çox danışamıram. Nə də çox vaxtınızı almaq istəmirəm. Çox sağ olun. Mən birbaşa Eldara can sağlığı, xoşbəxtlik arzu edirəm. Təşəkkür edirəm Sir müəllim. Təşəkkür edirəm sizə. Allah korusun, ailəsini korusun. İnşallah yəqin ki biz onunla görüşəcəyik. İnşallah. Aynı zamanda mənim qardaşımın nəvəsi, Qələmşəhərinin nəvəsi orada çıxış elədi. Öpürəm onu bağrıma basıram. Sağ olun Misirəm. Yəqin ki o ustad aşığımız, gözəl kəmandar qardaşımız onun haqqında öz fikirlərini söyləmiş olacaq orada. O dedi fikirlərini mən eşitdim. Yəqin sonra təhlildə yenə deyəcəklər. Çox sağ olun Misirəm. Hamıza can sağlığı, xoşbəxtlik arzu edirəm. Çox təşəkkür. Çox sağ olun. Görüşmək ümidindən. İnşallah Misir müəllim. Mən öpürəm Eldarı. təşəkkür edirəm. Sağ olun. Allah onu elimizdən, obamızdan hədiyyə eləsin. Amin Allah. Can sağlığı, xoşbəxtlik arzu edirəm. Çox sağ olun Misir müəllim, çox sağ olun. Təşəkkür eləyirik. Doğrudan da Eldarın gəlişi bu el oba üçün bir bayramdır, bir toy bisahtır. Mən Misir müəllimi artıq bəlkə də uşaqlıq illərimdən 30 ilə yaxında tanıyıram. O qədər duyğusal, o qədər kövrək, gözəl qələmi var. Eyvaz Qələmsəlinin balaca qardaşıdır. Elinə, obasına, nə bilim, yanıb kül olanlardandır. Uzun illər Gəncədə yaşayıb, hal-hazırda Kıstavadadır. İnşallah gedənə qədər söz verirəm. Görüşməyə. Mütləq görüşərik. İnşallah. Eldar, mən bu dəm istəyirəm səndən bir aşıq mahnısı alaq, aşıq sayağı mahnılardan. Aşıq yox. İnşallah oxuyaram, aşıq yenə oxuyaram. Sən hardasa bir sarı bayaqları siz Barat Vüsalın adını çəkdiniz. Bəli. Mənim şəxsiyyətinə çox böyük hörmət elədiyim bir insan. Nə bilim, Allah Barat müəllimi qorusun. Amin. Var olsun. Ailəsini salamlayıram. Yəqin izləyirsə bizi salamlarız. Ürəyini, qəlbini salamlayıram. Allah o insanları var eləsin. Bir gün Barat müəllim ictimai televiziyada çıxış eləyirdi. Mən onu təsəvvür eləmək mümkündür. Mən nə hala düşdüm. Onu sadəcə olaraq görmək lazım idi. Yetirir dayı. Elimiz obamız Gəncə basar torpağı. Tovuz yetirir. Şəmkir, Qazaq, Akstafa, Gəncə yetirir. Var olsun. Onun timsalında bütün yazarların hər birini mən salamlayıram. Və istəyirəm, mənə Tovuzdan rayonların hər yerindən çoxlu zənglər gəlir, amma bu Tovuzluların məndə bir mahnısı var. Tez-tez onu məndən istəyirlər. Vallahi inanın, çoxlarını tanımıram. Telefonumu tapırlar, xahiş edirlər. Lirik bir mahnıdır. Bu lirik mahnıdan sonra əgər vaxt olarsa aşıq oxuyaram, mütləq söz verirəm. İnşallah. Sevmirdim ki, qəlbimdə qəm, gözümdə yaş olasan. İstəyirəm o mahnını. Gözəl, gözəl. Evet, Tovuzluların arzusunu yerinə yetirək. Bəli, Tovuzların arzusu. Bir halda ki, bizim telemekan da bu Tovuz, gözəl Tovuzumuzda yerləşir. Hər bir tamaşaçımıza ərmağan olsun bu mahnı. Sevdim ki seni mən yar Mənə sirdaş olarsan yar Sevmiş
Niye unuttun sen niye? Ben ki sevildim ey yar. Ne için uydun özgeye sen yar? Ne için uydun özgeye sen yar? Ben ki seni sevildim ey yar. Ne için uydun özgeye sen yar? Ne için uydun özgeye sen yar? Sevildim ki kalbimde gam, kalbimde gam, gözümde yaş, gözümde yaş olasın ey yar. Ben ki seni sevildim ey yar. Ne için uydun özgeye sen yar? Ne için uydun özgeye sen yar? Of Eldar, duygulandırdın Bunu bizi. sevən çox bir rus dili müəlliməsi var. Tovuzdandır, bilmirəm hardandır. Çox xanım xatın bir insandır. Nömrəmi tapıb hardansa inanın hər zaman mənə bayramlarda zəng edir və xahiş edir ki, Tovuz mahalına gələndə əgər Bakı kanallarında imkan olsa bu mahnını ifa eləyin və müəllimə mənə söyləyir ki, tək mənim yox, bir neçə, bəlkə saysız hesabsız qədər insanların sevdiyi bir nəğmədir. Şəxsən bunu Tovuz mahalı insanlarına, sevdiyim insanlara ərmağan Bəlkə nə edirəm. qədər duygusal könüller bundan bir ruhi mənəvi qida Eldar- götürdü Eldar. Eldar Bey, mən də elə Rus dili müəllimiyəm. Ona görə bütün Bəli. Rus dili müəllimləri adına və bütün Tovuzlular adına minnətdarım. Biz yəni Təşəkkür Tovuzlu edirəm. olaraq yəni edirəm. çox duyğulandırırsınız həmişə. Yəni Yerinə düşdü. Şeyx xanım, sizə elə gəlmir ki, hərdən birdən həddindən çox duyğusal oluruq. Yəni Eldar Bey oxuyan. Mən əslində verilişə elə başladım ki, mən bildim ki, Eldarın könül duyğusu elə əslində bizi bir nağıllar aləminə aparıb çıxardacaq və Eldarın o duyğulu, həzin, o lirik ovqatını biz mütləq yaşamalı olacaq və yaşatdı da bizə. Və belə Kəmandar, inanırsın ki, artıq efirimizin vaxtı başa çatır. Yox, mən olmadım. Yəni 10 dəqiqə keçsin. İstəyərdim başa çatmasın, bir aşıq mahnısı oxumaq istəyərdim, əgər vaxt olsa. Yox, mən sizə o İstəyirəm sonda orta saatı. o mahnına yer saxlayacağam. Bəli. Ancaq o mahnıdan öncə bax bu ansambla çox təşəkkür eləyirəm. Şeyx xanım, olar mən deyim bunlar Kəmandar haqqında. bəy, sizə təşəkkür eləyirəm. Buyurun. Sağ olun. Bax bu ansambl bugün burada yerləşən ansambl ümumiyyətlə Eldar bəylə sıx əlaqədə bayaq başda da söylədi Eldar bəy. Yəni aşıq mahnılarımızın, aşıq havalarımızın yəni bugün çox dərin bilicisidir Elşən bəy. Yəni burada əyləşib bugün ansamblın bədii rəhbəri kimi. Bu ansambl bugün Eldar bəy hər dəfə harda olur olsun, olmağından asılı olmayaraq sevərək müşahidə edib həmişə. Ona görə də mən istəyirəm, bugün bunların sırasında olmayanlar da var. Bizim İran İslam Respublikasındadır, Güloğlan müəllim, onun adından da istəyərdim. Və bir neçə toylarda mənim Bəli, Fariz bəy bir yerdə bugün çalışır. burada özü Bəli. iştirak edə bilmir, amma mən Məzahir bəy bugün Rusiyadadır. Yəni o da bu ansamblın Bizim şəhərdədir, Sırğıt şəhərində. Sırğıt şəhərindədir. Qonaq gedir. Hər bir can sağlığı Və mən arzulayır. də- Gələnlərə çox təşəkkür eləyirik hər halda. Bu Ramin vaxtlar bəyə mən istəyərdim Elman bəyə, bizim əziz qardaşlarımıza, Qabil qardaşımıza, Arif qardaşımıza minnətdarımızı bildirək. və onların timsalında sizə təşəkkür Və mən eləyirik. bəli və mən siz başda olmaqla Elşən hər birinizə təşəkkür. Sağ olun. Çox sağ olun diqqətinizə görə və mənə çox doğma olan, çox əziz olan Türkil TV kanalının rəhbərliyi başda olmaqla bütün kollektivlərin hamısını salamlayıram. Əziz bacımı, Çiçək xanımı salamlayıram. Çiçək kimi həmişə belə təravətli olasan, əziz bacı. O atanı, ananı öpürəm, bağrıma basıram. Onların tərif Allaha yaraşır, amma dost, qardaş
Elə bir məqam var ki, gələndə insan özündən asılı olmayaraq deyir. Mən onların qarşısında baş əyirəm ki, onlar sizi kimi bir evlad dünyaya gətiriblər, tərbiyəvi. O cümlədən sizin ananızı salamlayırıq və öpür yerlərini. Və sizə belə dəyər verilib və bütün anaları salamlayıram. Doymadım, doğrudan doymadım. Çox az oldu. Elə bilirəm 2 dəqiqədə başlamışdı. Nağıllar belə şirin olur da yerdə. Bilmirəm. Elə sözlərim var ürəyimdə deyə bilmədim, deyə bilmirəm. Qalıb hamısı, amma bircə onu bilirəm ki, doymadım. Elimdən, obamdan, bu televiziya qarşısında izləyən tamaşaçılardan doymadım. Heç biz də sizdən doymadıq, Eldar. Bu studiyanın yaşı ondan çoxdur. Yəni artıq 20 yaşına yaxınlaşır. Amma bu studiyanın 1 yaşından tanıyıram, birinci aylığından, yəni bir aylıq olandan tanıyıram. Bu studiyada bu verilişin belə uzun ömürlü olmağına mən görürəm ki, əziyyətlər xərclənir. Yəni Çiçək xanımın əziyyəti. Mən Çiçək xanım sizə minnətdarım. Hər bir verilişiniz bir-birindən tamam fərqli. Hər bir verilişinizdə tamam başqa-başqa ovqatları bu tamaşaçılara... Bugün isə bir nağıl ovqatı, Eldar Ələkbərovun doğrudan bir nağıl ovqatı yaşadıq, ona görə minnətdarım. Bəli, sevgili tamaşaçılar, artıq verilişimiz başa çatmaq üzrədir. Mən bir insanın, bir könlün nağılı ilə başladım bu verilişi. Bir nağılla bağlı çox sevdiyim bir şairim Məmməd Dəmirçioğlu'nun bir şeiri ilə də yekunlaşdırıram. Bir quş ömrü nə mənə idi, qıymadı mənə Allahım, vaxtından qabaq ölməyə, qoymadı mənə Allahım. Bu son nəfəsi də dərib, gedirəm sənə Allahım, can üzgün, yollar yoxuş, belimdəki taya gülün, sizə bir nağıl danışım, ağlaya-ağlaya gülün. İblislər dəli qanlıdır. Göydə Allahımız fağır. Gülüşlər əli qanlıdır. Dərdimiz, ahımız fağır. Bu dünya düzələn deyil, 100 dəfə Allahı çağır. Öpüb qan tökən əlləri, oxlar atan yaya gülün. Ey, gəlin sizə bir nağıl danışım, ağlaya-ağlaya gülün. Ağlaya-ağlaya gülün. Damcı sular ümman olur, bulaqlar sel olub gəlir, ucalıqdan enən sular dərələrə dolub gəlir, kəndi, kəsəyi, şəhəri bu dağından yolub gəlir, qərq olub Nuhun gəmisi, bu qəhrə dəryaya gülün, sizə bir nağıl danışım, sizə bir nağıl danışım, ağlaya-ağlaya gülün, ağlaya-ağlaya gülün. Çox sağ olun. Bu da bir könlün duyğulu, bir könlün həssaslığı ilə araya ərsəyə gətirdiyimiz duyğusal bir nağılımız. Sevgili tamaşaçılar, Eldar Ələkbərovun nağılı. Nağılların sonunda göydən 3 alma düşər. Əgər göydən 3 alma düşsəydi, mən ona almanın mütləq birini kamandara, birini Eldara verərdim. Bunlar birini kimə verəcəkdi, bilmirəm. Hər halda tamaşaçılara Eldardan alma yox, bir gözəl musiki payı. Mən kamandar qardaşımdan xahiş edirəm, buyursun yerinə. İstəyirəm orta sartel. Nə gözəl, nə gözəl. Bununla da hələlik Aşıq, sağollaşaq. Bizi izləyən tamaşaçılarla. Hər birinə balalar yaxşı gün qismət olsun. Arzum budur, elimdə, obamda yalnız çiçəklər açsın, güllər açsın, bülbüllər oxusun. Və bu çiçəklər açsın, Eldar kimi bülbüllər oxusun. Buyurun.
Yarım